Bilirsiniz ki, Mərkəzi Asiyada çox ciddi proseslər gedir. İnteqrasiyadan tutmuş türk dilli dövlətlərin birgə türk dövlətləri təşkilatında inteqrasiya və keyfiyyət yeni əməkdaşlıq müstəvisinə qalxması vardır. Və Avropa İttifaqının komissiyasının rəhbəri bu yaxınlarda elə bu məlum sammitdə çıxışında da belə bir təəssürat formalaşırdı ki, Cənubi Qafqazda kommunikasiya xəttlərinin açılması və ticarət, nəqliyyat, infrastruktur mübadiləsində yeganə marşrut bu Ermənistan üzərindən mümkün ola bilər və sanki Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilməyib, belə bir mal dövriyyəsi baş tutmur və nəqliyyat axında yoxdur, bu arteriya istifadəyə verilmir. Bu tamamilə səhv yanaşmadır və ola bilər ki, Qərb üçün və şəxsən Ursula von der Leyen üçün Ermənistan üzərindən bu dəhlizin açılması önəmli ola bilər, amma bunun təşəbbüskarı da bizik. Yəni Vətən müharibəsindən sonra yeni reallıqlar kontekstində biz bu təklifi irəli sürmüşük ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb hissəsi arasında əlaqələr formalaşsın. Və mən də Nağıbə ilə bu fikri bölüşürəm ki, Gürcüstan üçün heç bir burada həyəcan təbili çalacaq məqam yoxdur. Bizim üçün hazırda mümkün marşrutların istifadəsi, modernizasiya, onun iş həcminin artırılmasıdır və 1 milyon tondan 5 milyon tona qədər bu rekonstruksiya işlərinin həyata keçirilməsi də bizim maraqlarımız çərçivəsindədir ki, bizim investisiya ilə bu baş vermişdir. İşin bir geopolitik tərəfi də var. İstəyirəm ki, bu müzakirələrdə bu da səslənsin. Bilirsiniz ki, Ermənistanın sürətlə silahlanması prosesi baş verir və bunun arxasında Fransa ilə yanaşı Hindistan dayanır. Və Hindistanla Çin arasında qlobal müstəvidə bir rəqabət vardı. Buna Kənan bəy də toxundu və bu yollar, nəqliyyat yolları, hərbi, iqtisadi mübarizədə Qafqaz da onların maraq dairəsindədir. Yəni əgər burada Hindistan Ermənistanı silahlandırmaqla, bəli Fransanın göstərişi ilə, bəli Fransanın lisenziyası ilə istehsal olunan silahların Ermənistana ötürülməsi ilə baş verirsə, Çin burada qlobal geopolitik yarışda uduzmaq istəmir və hazırki yaranan trendlərə uyğun olaraq maraqlar üst-üstə düşür. Yəni burada heç də Azərbaycanın xarici siyasət kursunu Çinə doğru və ya şərqə doğru diversifikasiyasından söhbət getmir. Rasional, balanslı alternativlər yaradan Anar bəyin dediyi kimi biz burada öz milli maraqlarımız çərçivəsində münasibətlər sistemi qururuq və ona görə də burada bir tranzit gəlirləri əldə edirik, iki investisiya hansı ki Qarabağın da yenidən qurulmasına, Şərqi Zəngəzurun da inkişafına xidmət edəcəkdir. Ərazilərin minalardan təmizlənməsi işində də Çin-Azərbaycan büdcəsinə dəstək olacaqdır. Bu humanitar sahədə əməkdaşlığı da möhkəmləndirir. Üçüncü məqam isə burada Azərbaycan üçün dünyada da gedən alternativ enerjiyə keçid prosesində Çin texnologiyasından istifadə, günəş panellərinin birgə istehsalı alınması və bu Azərbaycanın geniş həcmdə olan potensialından istifadə önəmlidir və bilirsiniz ki, bu istiqamətdə Azərbaycanın da öz layihələri, öz investisiyaları, öz cəlb etdiyi şirkətlər vardır. Aquapower, Mastar, hansı ki, yaxın şərqdə də tanınmış dünya müstəvisində şirkətləri, Çin şirkətləri də burada iştirak edə bilər. Və biz Qarabağa nə qədər çox maliyyə vəsaiti cəlb edə bilsək, Çin nümunəsində və ya digər ölkələr nümunəsində bu yeni reallıqları legitimləşdirir. Bu bizim vətəndaşlarımızın keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışını sürətləndirir. Çünki burada həm də minalardan təmizlənmə və infrastruktur baş verir və ən önəmli, sadə dillə də ifadə eləsək, ölkələrin maraqları təmsil olunur. Maraq varsa, orada müəssisələr yaradılırsa, kommersiya əsaslı, biznes adamlarının da burada dövlət patronajlığı ilə maraqları təmsil olunursa, burada təhlükəsizlik möhkəmləndirilir və biz dəhlizlərə təhlükəsizlik kontekstində yanaşırıq.